Bir ayə ki nazil olubdur, haman Qədirxumda Allah Təbarəkə və Teala buyurur, Maidə surəsinin iş odur ki, bütün bu ayələrin hamısı Maidə surəsindədir. Hamısı Maidə surəsindədir. Çox belə bir qəribədir. Allah Teala buyurur ki, Ya eyyuhər rəsul, bəlliğ ma unzilə iləykə min Rabbik. Ey Peyğəmbər, ey elçi. Burada Allah Təbarəkə və Teala Rəsul xitab eləyir. Qur'an-ı Kərim ki vardı, başdan axıra kimi Allah Teala xitablar eləyibdi Peyğəmbərə, Ya eyyuhən nəbi. Bəzi xitablar var ki, misal məxsusdur onun bir halətinə, Ya eyyuhəl muzzəmmil, Ya eyyuhəl muddəssir, misal məxsus bir halına. Amma ümumi xitabları belə olubdur ki, Ya eyyuhəl nəbi, ey Peyğəmbər. Amma məxsus Ya eyyuhəl rəsul fəqət iki yerdə nazil olubdur. Bu Qur'an-ı Kərim başdan axıra iki yerdə cəmisi Ya eyyuhəl rəsul nazil olubdur. İkisi də Maidə surəsindədir. İkisinin də ayənin siyaqı eynidir. Təqribən eynidir. Misal üçün biri budur. Birini də oxuyum sizin üçün. Qırx birinci ayə. Allah Teala buyurur ki, Ya eyyuhər rəsul, ey elçi, ey mənim elçim ki, səni seçmişəm mən, Peyğəmbər qərar vermişəm. La yəhzunkəl-ləzīnə yusari'unə fil-kufri minəl-ləzīnə qalu āmənnā bi-əfvahihim və ləm tu'min qulubuhum. Deyirəm ki, bu sədr-i İslamda nələr baş verib Peyğəmbərin zamanında ki, belə bir ayə nazil olubdur. Bizə lazımdır ki, gedək bir o zamana, bir tarixi araşdıraq, bir görək nələr baş veribdir ki, belə bir ayə nazil olubdur. Ayəni tərcümə edirəm sizin üçün. Ey Peyğəmbər, Ya eyyuhər rəsul, ey rəsul, ey elçi, La yəhzunkə, səni qəmli etməsin, səni narahat eləməsin, həzin olmayasan. Nədən? Əl-ləzīnə yusari'unə fil-kufri. Onlar ki, küfrə tərəf tələsirlər. Sərəə. Sərəə getmək deməkdir. Amma tələsik getmək. Bir dəfə insan yavaş-yavaş gedir, yazhəb, zəhəbə, gedir. Bir dəfə yəsrə, sürətlə gedir. Sürət elə Azərbaycan zat işlədirik də biz. Deyir, maşın sürətlə getdi, filan kəs sürətlə getdi. Yusari, haman sürət sözüdür də. Yusari'unə fil-kufr. Onlar ki, küfrə tərəf tələsirlər. Tələsirlər küfrə tərəf. Kimlər? Minəl-ləzīnə qalu āmənnā. O kəslərdən ki, onlar deyiblər ki, biz iman götürmüşük Peyğəmbər sənə. Nə hadisələrdir baş verib sədr-i İslamda? Bunlar hamısı araşdırılmalıdır. Qurandır. Burada zərrə qədər o tərəf, bu tərəf yoxdur. Dəqiq məlumatdır Qur'an-ı Kərim. Hədisdir deyərsən ki, misal üçün ravisi bir söz əlavə eləyə bilər, ya ravisində zəiflik var, ya ravisində nə bilim, cəhli vardı, cəhalət vardı. Ola bilər, ravilər müxtəlif ola bilər. Ya ravi görərsən iştibah eləyər, amma bu Qur'an-ı Kərimdə nə bir dənə səhv var, nə bir dənə iştibah var. Heç bir şey yoxdur. Hamısı düzdür, düzdən düzdür.
Bir şey ki düzü bu təyin eləyir. Bu Quran bizim düzümüzü, əyrimizi neyniyir? Bəyan eləyir. Şəhru Ramazanəl-ləzi unzilə fiyhil Qur'an hudan linnâsi və bəyyinatin minəl-hüda vəl-fürqan. Fürqan nə deməkdir? Haqqla batılı ayırt eləyən. Yəni bizim düzümüzü, əyrimizi bu Qur'an təyin eləyir, qardaş. Bu düzün düzüdür. İndi burada Qur'anda Allah buyurur ki, ey Peyğəmbər, la yəhzunkəl-ləzinə yusari'unə fil-kufr. Onlar ki, küfrə tərəf sürətlə gedirlər, yusari elə sürət tərcümə eləyək biz. Yusari'un, sürətlə gedirlər, yəni ötüşlü gedirlər, sarəədəndir. Failə vəznindədir. Failə ötüşlü getmək. Yusari yəni ötüşürlər. Fil kufr minəl-ləzinə, kimlərdən? Minəl-ləzinə qalu amennə. Onlar ki deyiblər ki biz iman gətirmişik bi əfvahihim. Ağızları ilə deyiblər iman gətirmişik. Buradan yuxarı deyiblər. Amma qəlbləri nədir? Və ləm tu'min qulubuhum. Amma onların qəlbləri hələ iman gətirməyibdir. Və ləm tu'min qulubuhum. Onların qəlbləri nə edibdir? İman gətirməyibdir, qardaş. Bu ayə. Ya eyyuhər rəsul iki yerdə nazil olubdur. Biri budur, biri də ya eyyuhər rəsul bəlləğ ma unzilə iləykə min Rabbik. Təbliğ etkinən o şeyi ki sənin Rəbbindən sənə nazil olubdur. Onu de insanlara. Bu məsələ ayə-i şərifənin nüzuluna baxaq. Ayə-i şərifənin nüzulu Həccətil Vidadan qaydandadır. Həccətil Vida ki Zilqədə, Zilhiccənin 18, düzdür? Zilhiccə, Muharrəm, Səfər. Səfərdə Ağa Rəsulullah nə inibdir? Sonunda vəfat eləyibdir. Səfər ayının axırında vəfat. Neçə gün eləyər? 2 ay, 60 gün, buradan da 10 gün, 12 gün. 70. Vəfat etməyinə 70 gün qalmış bu ayə nazil olubdur. Çünki əksər müfəssirlər deyirlər ki, baxın təfsir kitablarına, sonuncu surələrdəndir Maidə surəsi. Maidə surəsi Qur'anın sonuncu surələrindəndir. Sonda nazil olubdur. İndi Peyğəmbərimiz nəyi deməmişdi? Namaz. Sallu kəmə rəəytumuni usalli. Görün, mən necə namaz qılıram, siz də elə namaz qılın. Peyğəmbər cəmaata deyib. Oruc, bəli, kutibə aleykumus-siyam. Həcc, apardı onları, həcci elədi, ziyarətini elədi, həccin, hamıya göstərdi ki, burada vüquf eləyəcəksiniz, burada daş yığacaqsınız, burada şeytana daş atacaqsınız, burada tavaf eləyəcəksiniz, belə hamısını öyrətdi. Görürsən, bütün məzhəblərin həcci nədir? Eynidir, fərqli deyil. Hamısını yığdı orada. Sonra, o vaxt heç məzhəb yox idi. Nəyi qalmışdı Peyğəmbərin? Cihaddır, eləmişdi, həccidir, etdi. Və nə qalmışdı? Bəli. İkmal edin. Dinin kamilliyi qalmışdı. O yerdəki vilayəti Əli ibn Əbi Talib vardı, o din kamildir. Əli yoxdur, kamillik yoxdur. Naqisdir. Buyurur Allah Teala, ya eyyuhər rəsul bəlliğ ma unzilə iləykə min Rabbik və illəm təfəl. Özü də o qədər böyük bir məsələdir ki, və illəm təfəl, əgər etməsən, yəni bu işi görməsən,
Fəma bəlləxtə risalətə. Sən onun risalətini təbliğ etməmisən. Yerinə yetirməmisən. Nə qədər 23 ilin əziyyəti bağlıdır bir dənə bu məsələyə. Amma sən ki, vallahu ya'simuka minən nas. Amma sən ki, insanlardan ehtiyat edirsən, Allah səni onlardan qoruyacaq. Elə qorudu da. Çıxdılar, daş atsınlar Həzrətin başına. Bildirim çaxdı, göstərdi onları. 5 nəfər idi, gəldilər, sonra üzr istədilər Peyğəmbər. İnnallaha la yehdil qavməl kafirin. Allah Teala kafir qovmuları neynəməz? Hidayət eləməz. Bu ayə-i şərifə və onun siyaqında olan ayə. Elə ki, nazil oldu, Ağa Rəsulullah sallallahu aleyhi və səlləm Xummu Qədirdə dayandı. Nazil olan kimi. Çünki məsələ çox mühüm bir məsələdir. Və Allah Teala da vədə verir ki, səni qoruyacaq. Səni hifz eləyəcək. Ağa Rəsulullah dayandı və cəmaatı topladı, zöhr namazını qıldı və xutbə oxudu. Xutbədə Həzrət Əli əleyhissalamı çağırdı və bu sözləri buyurdu. Mən kuntum mavlah, fəhaza əliyyum mavlah. Bu bir ayədir ki, nazil olmuşdu. Bunun ətrafında danışdım. Sabahları Allah qoysa 4 dənə ayə nazil olubdu Bədir Xum günündə. O 4 dənə ayənin inşallah hamısını bir-bir sizə deyəcəyəm. Allah mübarək eləsin. Allah axirətimizi xeyr eləsin. Bi haqqı Muhammedin və alih və bil Fatih.